Tver ülkəsinin hökuməti bilən də elmtəgə çıxdıq, MVD sistemisi bilən də söyləşdik. Bugünkü gündə bizim Tver ülkəsində ayrım dinastiya işlər ki, hətta Tatarlar dinastiyası MVD sistemisində. Bu, əgər də Kazakov Aldanov bizim Tatar uyuşmasına elmtəgə kirib, o mana xətli, bu mən Tatar uyuşması bilən elmtədə bulmağın, aktiv özünün Tatar dünyasına, həm Tatar muşunda bulğan pozisiyasında bulmağın, bizim hətta Tatar uyuşması uyuşturğan şaralarda da qatnaşmağın, hətta şu Tatar uyuşmasına müracaat etib, rəsmi rəvişdə şuşu getirib çıxarğan məsələni bir anıq rəvişdə həll etdir olur idi. Lakin qızğanışqa qarşı özünün şunday anın pozisiyada buluğu bu dürüst deyil. Həm bugünkü gündə MVD sistemisi başqa ölkələrdə bizdən anda hətta yuqarı dərəcələrdə də Tatarlarımız işlət gəlir. Şu an Tver ülkəsi hökuməti tərəfindən, həm MVD sistemisi tərəfindən şu Tatar bulğanı üçün günə, ki başqa millət vəkili bulğanı üçün günə işə almaq deyən işraq dürüst deyil. O bir çünkü videoda koyulan, videoda bütün ışıklar yazdırgan, zapiste, hemen zapiste o çıkıştaydı. Faşizm ayten senin Tatar bulğanı üçün. Ayrım ol kişi boyunca bizge məlumat tapşırdılar. Ol kişini işten alğanlar degan məlumat geldi. Hem biz hökumətlə söyləşkən vaxtda da həm Tatar uyuşmasının sözləri boyunca məlumatı boyunca anda o məsələ açıq rəvişdə həll edilgan. Demək, oңай yakqa özgəriş bolğan mümkün. Bu Kazakov boyunca sizdə kontrol etdiniz diye aytасыз bitində Tatarlardan da. Əlbəttə o bir şəxsi iştirak mass media getdi o şəxsi iştirakda o köpçülük ana bilədi. Yox, mənə bu iştirakla əlbəttə məsuliyət şəraları hər vaxt bu məsələni götürüb ki, biz də Tatar Konqresi olaraq köpdən indi bu məsələ boyunca şüğullənəbiz. Lakin mənə şu sözünü etkən şu MVD sistemisində kişi indi işdən alınğan bizə Tatar uyuşması məlumatı boyunca.